Salam ərz eləyəm əzai möhtərəm çənelimizə. Sənçinlərə görə sizin üçün doyuncaq amuzəş vermişəm. Həm qəbristanın çiğdəmanı üçün və həm dəfinə sənçinə və çiğdəmanına görə lazım amuzəşləri xidmət üzrə irəyə vermişəm. Hətta bir ərziş sazələri və bir ərziş çiğdəmanları da siz üçün müərrifi eləmişəm. Məsələn demişəm ki, yekə əndazədə sazələr və yekə əndazədə çiğdəmanlar bir ərzişdilər. Və xüsus əgər mürəbbə ya müstətil şəkildə gəlsələr, çün bu cür sazələr və çiğdəmanlar qədimki ev yerilərin peyimişlər, ya inki kargahı mühidə və qəl'ənin sazələrinə mərbut imişlər. Bugünkü videomda hədəfim o deyir ki, amuzəşlərimi və deyilən sözləri yenə siz üçün təkrar eləyəm. Bir mühiddəyəm ki, bir sürə çiğdəmanlara rast gəlmişəm. Lazım bildim ki, bu çiğdəmanları siz üçün görsədəm, ta gözüz adət eləyə və çiğdəmanları görməklə eləyə biləsiz ki, bu ərziş sazələri bir ərziş sazələrdən və bir ərziş çiğdəmanlardan ayırasız. Bəray misal, bu mühitdə bir sazələrlə bərxurd eləmişik ki, mürəbbə və müstətil şəklindədirlər. Bir nümunəsi buradadır. Hamısı da nişəst eləyibdir. Qəşəh baxsız bu çiğdəmanları və peyləri görə bilərsiniz. Bunlar hamısı qədimki ev yerilərdilər. Mütəəssifanə bir də dostlar, hər sənçini görməklə başlayıb məhvədəni həfvari eləyir. Yaxşısı odur ki, bunun elmini öyrəşəsiz. Ondan sonra həfvariyə iqdam eləyəsiz. Baxız, nişəstlər kamilən qabil müşahidədirlər. Vaxtı ki, bir cür mühitlə rubərü olaysınız, yəni siz üçün sabit olay ki, mühitiniz bastani mühitdir. Yaxşısı odur ki, bu mühitin ətrafın və neşimangahın ətrafın dəqiq bərrəsi eləyəsiz. Çün imkanı vardır ki, orada dəfinə qozarı əncam tapıla. Hətta çox ehtimali vardır ki, siz qəbristanla rubərü olasınız. Çün deyə bilirəm ki, 90% məvaqe bu cür sazələrin qəbristanı da olay. Çün qədim zaman itedad insanlar orada oturaq eləymişlər və ölən adamların bu cür mühitlərdə dəfn edilmişlər. Əgər bu cür mühitin ətrafında bir saf və hamarlıq yer görsünüz ki, bir miqdar şibi olsa, imkanı vardır ki, ora o nahiyənin qəbristanı ola. Neşimangahımız hər nə qədər yekə əndazədə neşimangah olsa və hər nə qədər o mühitin təməddünü və fərhəngi yuxarı olsa, mütməinnən o mühitin qəbristanı da ərzişmən qəbristan olacaq. Vəli zəif təməddünün qəbristanı da təqribən ərzişyaz olacaq. Bu neşimangah ya oturaq yeri təqribən balaca oturaq yeridir. Mütməinnən buranda qəbristanın ərzişyaz olacaq. Ətrafa bir zərrə diqqətli baxsaq, görəcəyik ki, nümunə üçün bizim o yerimiz hamarlıq və adcana şibdar yerdir. O nöqtə behtərin yer ola bilər ki, buranın qəbristanı orada ola. Əlbəttə, hənuz müşəxəs deyir ki, buranın qəbristanı vardır, ya ki, yoxudur. Vəli əgər olsa, mütməinnən o cür yerlərdə olacaq. Bu cür zəif qəbristanların içindən adcana vəsail çıxır. Vəsaillərin də çoxu məfrəği və misi olay. Məsələn, əbzar alatı cəngi çıxır ki, cinsləri məfrəqdəndir, şəmşirdən, sərnizədən, sərpeykandan və hətta xanımların qəbrindən
zinəti ləvazim çıxır ki, çoxların cinsi məfrəqdən olayı. Vəli əgər qəbristanımız ərzişmən qəbristan olsa, görsənək ki, bəzi qəbirlərdən hətta təlayı və noğreyi vəsaillər də çıxır. Məsələn, Fərmandehin qəbrindən qızıl xəncər çıxır, qızıl mücəssəmələr çıxır.